ruhuyla yaddaşlara köçən əvəzsiz ana, istedadlı və ləyaqətli alim Fərqanə xanım Kazımovanın əziz xatirəsinə. Elə bil, heç yoxmuşsan bu dünyada, Fərqanə bacım. Yazdığın kitablar, böyütdüyün övladlar, bir də sinəsi dağlı yaxınlar olmasaydı, elə bil, heç yoxmuşsan bu dünyada. Bir də ki, insan ömrü nədir axı? Bir kəpənək ömrü qədər ömrü də yox. Gözünü açıb yumunca görürsən ki, bu ömrün də vəfası yox. Bəlkə elə bunun üçün də çox erkəncə uçub getdin. Qızıl gülün üstündən şey uçub gedən kimi, elə bil ki, bu dünyaya biraz acıq, biraz da ərk edən kimi getdin ki, yerin görünsün, qəfil yıxılan çinarların yeri kimi. Ancaq sən həmişə yaşayacaqsan, dirilərin arasında ölü, ölülərin arasında diri kimi.